Hər vaxtınız xeyir yoldaşlar. 15 Mart Dövlət Qulluğu imtahanlarına gedən tələbələr üçün kursumuzda onlayn platforma üzərindən imtahan həyata keçirmişdik və bu sınaq imtahanının məntiq sualları ilə tanış olacaqsınız. Gəlin 71-ci sualdan başlayaq. Bəzi suallar var ki, çox primitivdir. Onları sizin üçün ekrana qoyacağım ki, sərbəst həll edəsiniz. Bəzilərini də mən həll edəcəm. 71-ci sualda deyir ki, diaqramlarda ölkələrə məxsus olan peyklərin və onların təyinat növlərinin sayıları göstərilir. Burada hər ölkənin neçə peyki var onu verib. Burada da peyklərin təyinatlarını verib ki, hər təyinat üzrə nə qədər peyk var. Aşağıda deyir ki, mülki təyinatlı peyklər yalnız aşağıdakı ölkələrdən bir neçəsinə məxsusdur və bu ölkələrin başqa bir təyinatlı peyki yoxdur. Həmin ölkələri seçin. Yəni bu 7 dənə nömrələnmiş ölkədən 3-3 verib də variantları. Hansısa üçünün peyklərinin cəmi mülki təyinatlı peyklərə bərabər olacaq yoldaşlar. Mülki təyinatlı peyklərin sayı 250-dir. Variant yoxlayaq. Məsələn, A variantını yoxlayaq. 1, 2 və 4. Kanada, Hindistan, Böyük Britaniya. Kanada, Hindistan və Böyük Britaniyanın belə deyək, peyklərinin sayı həqiqətən də 150, 60 və 40. 250 edir. Deməli, bu 3 ölkənin peyklərinin təyinatı mülki peyklər ola bilər. Növbəti suala baxırıq, 72-ci sual. Burada nə edib? 21 ilə 42-ni toplayıb 63, 63-dən çıxıb 18-in 2 qatını, yəni 36-nı eləyib 27. Baxın, 11 üstəgəl 11, 22, çıxılsın 5-in 2 qatı, eləyir 12. Siz də 13 ilə 29-u toplayacaqsınız, eləyəcək 42. 42-dən çıxacaqsınız 12-nin 2 qatını, yəni 24. Cavab eləyəcək 18. 73-cü sual. Bunu sizə sərbəst sual kimi verək. Baxın, düşünün, videonu dayandırın və heç olmasa 90 saniyə cəhd edin tapmağa. Tapsaz şərh bölməsindən yazın və növbəti sualın izahına keçək. 74-cü sual. A-nın B-yə hasili S-nin kvadratıdır. A-nın B-yə hasili S-nin kvadratıdır. B-nin S-yə hasili 32-dir. S-nin S-yə hasili isə 256-dır. Yoldaşlar, nəyin kvadratı 256 edir? Nəyə vuranda 256 edir? Təbii ki, 16-nı 16-ya. Deməli, S bərabərdir 16. B bərabərdir. Nəyi 16-ya vuranda 32 edir? 2. A lazım deyil bizə, amma A-nı da tapmaq üçün burada yerinə qoya bilərdik. Qısacası A-nı B-yə vurub S kvadratı 256 alıbsa, A-nı B-ni də rahatlıqla tapmaq olar. B2-dirsə A da 256 bölü 2-dir. Yəni 128. 75. Kifayət qədər rahat bir sualdır, qəbul sualıdır. A2-dir, 3B-də 27-dir. A2-dirsə, 3B-də 27-dirsə, B bərabər olacaq 9-a. Yerinə qoyacaq A üstü 5, yəni 32. Üstə gəl 5 vur B, yəni 45. Cavab da eləyəcək 77. 76-cı suala baxırıq. Bu sualda birinci və ikinci şəkilləri üst-üstə qoyub, harası ortaqsa cavab kimi verib. Fikir aşağıdakı xət hər ikisində var, cavabda da var və ortadakı xət hər ikisində var, ona görə cavabda da var. Sonda fikir verin, həm bunda, həm bunda olan xətləri seçirəm. Budur, sonra budur və bu hissədir ki, verirsiniz. Desənə cavab bu formatda olmalıdır. Qoy görün başqa. Sol tərəfdəki xət də axıra qədər ortaqdır. Yuxarıda xət yoxdur. Yəni, cavab budur. Yəni, D variantı. Diqqətlə baxıram ki, gözümdən nəsə qaçmış olmasın. Növbəti suala keçirik. Çox rahat bir ardıcıllıq sualıdır. Bunu da sərbəst həll edə bilərsiniz. Baxın, 4-ə vurur, 2-yə bölür. Yenə 4-ə vurur, 2-yə bölür. Burada isə fikir verin, 4 gəlir.
2 çıxır. 4 gəlir, 2 çıxır. Burada 2'ye vurur. 4'e bölür. Siz bax, vurmanı toplama ilə əvəz edəcəksiniz. Olacaq üstə gəl 2. Bölməyə də çıxma ilə əvəz edeyim. Olacaq çıx 4. Üstə gəl 2, çıx 4. Üstə gəl 2, çıx 4 məntiqi ilə D variantı düzlük. Üstə gəl 2, çıx 4. Gəl 2, çıx 4. Bunker sualı kifayət qədər sadə sualdır və mən düşünürəm ki, bu sualda vaxt itirməyə dəyməz. Siz bunu çox rahat, şifahi şəkildə işləyə bilirsiniz. Keçirəm belə bir çətin suala, hansı ki, son imtahanların bu ağır sualı, neft sualı, neft-qaz sualı. Yoldaşlar, bu cədvəldə sizə verilib ki, təbii qazın dəyəri göstərilir 2023-cü ildə 7,2 milyard, amma 22-ci ildə göstərici yoxdur. Bu üstəgəl 20 isə nə deməkdir? 22-ci ildəki göstərici neçə faiz artıb 23-cü ildəki göstəriciyə çevrilir? Düşünün ki, biz 22-ci ildəki göstəricini x qəbul etsək, x 100%dirsə, sonra o 20% artaraq, yəni 120 olaraq olub 7,2. Buradan x-i, yəni 2022-ci ildəki göstəricini tapsaz, çarpaz vursaz x çıxacaq 6. Deməli, bu oldu 6. İndi düşünün ki, 22-ci ildə neftin miqdarı nə qədər idi? Milyard olaraq. O 20% azalaraq 6 milyarda düşür. Yəni, qazla nefti müqayisə edirlər, deyil 20% azalıb. Yazıram. Buranı x qəbul edirəm. Yazıram. X 100% idi. Sonra o 20% azalaraq olub 6. Yəni, 80% də olub 6. Buradan da x-i tapıram. Çarpaz vururam. 600'ü 80'a bölürəm. Eləyir 7,5. Deməli, burada 7,5'dir. İndi buranı tapacağım. 22-ci ildəki göstərici 5% azalaraq 23-cü ildəki göstəriciyə çevrilir. Yazıram. 7,5 100%dirsə bu göstərici yoxdur axı x-dir. Yazıram x 95%dir. Niyə? Çünki 5% azalır. Buradan da çarpaz vuraraq x-i 7,125 tapa bilərsiniz. Deməli, bu da olacaq 7,125. Sonda verilən sual nədir? Deyir ki, təbii qazın 23-cü ildəki göstəricisi xam neftin göstəricisindən neçə faiz çoxdur? Xam nefti 7,125'i götürürəm 100%. Qazı isə 7,2'də x. Bunu da çarpaz vururam. Yoldaşlar, mən bu rəqəmləri artıq hər gün işlədiyim üçün yadda saxlamışam və tələbələrimizlə bu sualı bəlkə də bir 40 dəfə həll eləmişik. Videolarda, başqa qəbul suallarının içində. Ona görə biraz sürətli gedir. Amma bu imtahan üçün çox ağır sualdır. Yəni, bunu danmaq olmaz. Kalkulatorsuz bu hesablamanı çox nadir sayda tələbə eləyə biləcək. Cavab eləyir 101,3%. Bu da deməkdir ki, 1,3% artım mövcuddur. Cavabı da yuvarlaqlaşdırın deyir. 1,3 yuvarlaqlaşdıranda cavab elə 1'dir. Növbəti sual şəkillər bölməsini əhatə eləyir. Hərəkət sualıdır. Bu sağa doğru hərəkət eləyir. Həmçinin də içində qara saat əqrəb istiqamətində yerini dəyişir. Sol tərəfdə olmalıdır. Həmçinin fiqur özü də ən axırda olmalıdır. Ona görə A variantı gedir. Sonra bu üçbucaq fikir verirsiniz. Öz yerində qalır. Amma yerini belə diaqonalvari dəyişir. Bir uc hissəsi, perpendikular hissəsi sağa baxır, sonra sola. İndi yuxarı baxırsa, sonra da sağa baxmalıdır. Ona görə D-də gedir. C-də gedir. Bu altdakı xət sadəcə bir dama sola doğru hərəkət edib. İndi burada olacaq. Bu da nə edir? Sağa keçir, amma 90 dərəcə dönər. İndi bu bir dənə də 90 dərəcə dönəndə olacaq B variantındakı kimi. Yerə gelir. 82-ci sual. Kifayət qədər çətin sualdır. Fikirləşin. Bəlkə həllini deyək.
Baxın 5 vur 7 35. Üstə gəl həm 5 həm də 7. Eləyir 47. 6 vur 9 54. Üstə gəl həm 6 həm də 9. Eləyir 69. İndi deyir ki, bu qanuna uyğunluğa tabe olan digər variantda seç. 7 vur 9 63. Üstə gəl həm 7 həm 9. Onlar da eləyir ümumi 79. Elə düzgün cavab A variantıdır. 85-ci sualda da fikir verin. Sizdən artıq hissəni soruşur. A variantını sol tərəfə qoysaq, bax belə. Biraz enli çəkdim. Belə olmalıydı təxminən. Sonra bu da C variantı, bu da Y variantı, bu da B variantı. Cevabı oldu D variantı. Artıq fiquru soruşuruz. Güzgüdən saata da baxaq. Yoldaşlar, sol tərəfdəki sual şifahi sualdır. Cavab variantı ilə işləyə bilərsiniz. Heç cədvəl qurmağınıza da ehtiyac yoxdur. Qəbul sualıdır. Götürüb sınavımızda da istifadə etmişdim. Kim istəyir screen götürsün, ayrıca individual sual kimi həll eləsin. 83-cü suala baxırıq. Bilirsiniz ki, biz burada nömrələmə aparırıq. Hər fiqurdan neçə xət çıxır? 2 xət bundan çıxır, 3 xət bundan çıxır, 2 xət bundan çıxır, 1 xət bundan, 4 xət bundan, 2 xət bundan. 1 xət çıxanı rahat tapa bilərik. 1 xət çıxan P-dir. Deməli, bax, bu P-dir. P qonşudur T ilə. P qonşudur T ilə. T-nin 3 xətli qonşusu K-dır. Bax, bu 3 xətli qonşusu K-dır. Ki verin yoldaşlar. T ilə qonşu olmayan 2 xətli fiqur var. Nədir onun adı? L. T ilə qonşu olmayan 2 xətli fiqur da L-dır. İndi nəyi tapmamışıq biz? M-i tapmamışıq. Bir də N-i tapmamışıq. Düz deyil. Onları da rahatlıqla taparıq. L-in qonşusu. Biri K'dır, bəs biri kimdir? Biri K'dır, biri N-dır. Deməli, Y N-dır. Qaldı M. X da M-dir. X ve Y müvafiq ardıcıllıqla tapın deyir. Birinci X'i götürün. M, ikinci də N. Çaşdırmaq üçün sizə NM ardıcıllığını verib. 84-cü suala baxırıq. Saat neçədir? Saat 10-a qalıb 30, bir dəqiqə 34-dür də. 09:34. 10-a qalıb 26 dəqiqə. Bilirsiniz də, mən bunun üçün çox sadə bir həll yolu demişəm. 24'e tamamlayıram bunu. Olacaq. Sağ tərəf 26. Sol tərəfdə 14. Deməli, güzgüdən görünən saatın əsli, yəni qanunən divarda görünən düzgün saat 14:26-dır. İndi 14:26-dan 14:35-ə kimi neçə dəqiqə var? Cəmi 9 dəqiqə. Növbəti suallara keçirik. Gəlin bu sualda biz individual formada işləyək. Baxın suala və cavablayın. Chat bölməsində cavabı yazın. Belə düşündürücü suallara çox vaxt itirməyimiz normaldır. Qətiyyən bu mövzuda narahat olmayın. Külək çox güclü olanda ona qasırğa deyirlər. Yağış çox güclü olanda ona leysan deyirlər. Növbəti sual. 88. Tərəf-tərəf toplasaq məncə cavab çıxacaq. T, 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 F, F bərabərdir. S, S, F, T, T, S. 2T və 1F ixtisar gedir. Qalır TF bərabərdir. S, S, S. Şöyle sizdən də onu soruşur. Sonra burada var çox maraqlı bir kakuro həll eləyək. 24 nəyin cəmidir? 9'un, 8'in, 7'nin. Bura 7 yazmaq olmaz. 14'ü 7, 7 parçalamaq olmaz. Təkrarçılıqdır. Bura yazsaq 8, tutaq ki də. 14'dən 8 çıxanda burada qalır 7.
Üz üstəm 6. 8'den 6 çıxanda da 2 qalır. Bura 1 və 1 yazmalı olur. Bu da olmaz. Məntiqlə başa düşürük ki, biz 24'ün 7, 8, 9'un cəmi deyil. Bunun altına 9 yaza bilərik. 14'ten de 9 çıxanda nə qalır? 5 qalır. 8'den de 5 çıxanda 3 qalır. Onu da 1 və 2 kimi parçalaya bilərik. Sonra 6 da nəyin cəmidir? 1 ilə 5'in ya da gəlin biz buranı tamamlayaq istəyirsiniz. Bura 8'den 9 qalmayıb. Gəlin bura 8 ata. Üz üstəm 8'den 7. Burada 7. Səhv çıxsa yerini dəyişərəm. 7 ilə 1'in cəmi 8 edir. 13'ten çıxanda 8'i 5 qalır. 5'i də parçalayarıq 3 və 2 kimi. 6 da 1'in 2'nin 3'ün cəmi daxı. Bura 1 yazaq. Çünki 3 yazsaq 6 3 ilə 3'ün cəmi olur. Təkrarçılıq olur. 1, 2, 3 yazırıq. Belə toplayanda olur 13. 9 da gəlsəm 22. Bunlar da eləyir 12. 5 də gəlsəm 17. Bunlar da həqiqətən eləyir 6. Deməli, Kakuron da düzgün tapmış oldu. Keçirik növbəti sualımıza. Təbii ki 90 sualı. 4'ü bir-biri ilə yaxın mənalı, biri fərqlidir. Dəfdir, nağaradır, qavaldır və barabandır. Bunlar zərbli alətdir. Əlimizi həmin belə deyək, alətlərə vuraraq səs çıxardırıq. Balaban isə nəfəsli alətdir. Bu sualı individual formada həll etməyə çalışın. 91. Kim videoya sona qədər baxmış olsa, videoda 3 dənə fərdi sual tapşırdım. Biri 91, biri 86, biri də yuxarıdaydı. Biri də nə idi? Biri də 73. Bu 3 sualın hər birini hamıdan sürətli şəkildə videomun altında yazan şəxsə, təbii ki, biz baxacağıq, vaxtla hədiyyə verəcəm. Hər bir kitabımdan bir dənə hədiyyə eləyəcəm həmin şəxsə. 3 sualın da doğru cavabını yazsın videomun altına və baxacağım ki, ən tez, məsələn 5 nəfər yazıbsa, ən tez kim yazıbsa, ona yazacağım ki, mənlə WhatsApp-da əlaqə saxlayın, mobil nömrəmiz budur. Yazacaqsınız, biz də sizə kitabları hədiyyə edəcəyik. 21-də 3-cü, yəni sonuncu individual sualınız idi. Hədiyyəli yarış üçün. 92 məşhur şifrələmə tipidir. Baxın, burada zəmanətdə Z, zəmbildə Z və nizədə Z var. Avtomatik görürük ki, 2 dəfə başda 3 var, bir dəfə də axırda. Başa düşürük ki, Z 3'dür. Onda nizə 3 ilə bitəcək. 863'dür nizə. Onda ni 8'dir. İ də avtomatik 6'dır. Zəmanətdə də, baxın, ət. 2 dənə ət var, təbiət və zəmanətdə. Burada da 2 dənə 0 var. Deməli, ət də 0'dır. 2 verin, yoldaşlar. Zəmanət sözü Z ilə, yəni 3 ilə başlayır, ət ilə, yəni 0 ilə bitir. Onda bu zəmanətdir. Ətlə bitən, yəni 0 ilə bitən digər söz təbiətdir. Sonra zəmbil də Z ilə başlayır, yəni 3 ilə. Səməni də i ilə bitir, yəni 6 ilə. Səməni də olur 586. Söhbəs edir. Təbil sözünün sonuna baxın, bil. Zəmbilin sonuna oxşamalıdır. Sonu zəmbilin 14'dür. Baxın. Həmçin təbil T ilə başlayır, təbiət də T ilə başlayır. Onun da önü 97'dir. Deməli, cavab A variantıdır. Təbil sözü 97-14'dür. Biraz dərinliyinə gedib daha da açıqlayıcı şəkildə bütün detallara toxuna bilərdim. Hər hecanın, hər hərfin kodunu tapa bilərdim, amma ehtiyac yoxdur. Cavabla çıxdaş olur. 93 də çox samballı sualdır. Burada üçbucaqların sayı soruşulub. 1,
2, 3, 4, 5, 6, 7, 8, 9 ve A olarak nömrələyirəm hamısını. Mən 9'dan sonra hərf yazmağa başlayıram. Yoldaşlar 10 dənə simvol yazdım içəri. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və A. Bunlardan 8 və 7 üçbucaq deyil. Ona görə yazıram ki 8 dənə balaca üçbucaq tapdım. 1, 2, 3, 4, 5, 6, 9 və A. 8 dənə tapdım. Sonra fikir verin. A ilə 3'də üçbucaqdır. A ilə 9'da üçbucaqdır. 9 ilə 8'də üçbucaqdır. Həmçinin 4 ilə 5, 5 ilə 6 və 7 ilə 6 da üçbucaqdır. 2 figurdan ibarət başqa üçbucaq yoxdur. Keçirəm 3 figurdan ibarət olanları. 1, 3A və 2, 4, 5. Daha yoxdur deyəsən. 4 figurdan ibarət üçbucaqlar. 2, 1, 3A və 1, 2, 4, 5. Və 9, 8, 7, 6. Və ən çətinləri 3, 8, 7 və 6. Və 4, 7, 8, 9. Sonra 5 üçbucaqdan ibarət olanlar var. 1, 3A, 9, 8 və 2, 4, 5, 6 və 7. Sonra 6 üçbucaqdan ibarət olanlar var. A, 3, 9, 8, 7, 6 və 4, 5, 6, 7, 8, 9. Və bir də var özü. Ümid edirəm ki, hamısını tapdım. 8, 9, 13, 17, 18, 19, 20. Burada da neçə dənə var? Bircə dəqiqə nəysə təkrar yazmamışam. 8, 10, 15, 16, 18, 20, 26 dənə tapdım mən. Cavab C variantı. Davam eləyək. Burada deməli bir neçə sualımız qalıb. Onları da yekunlaşdıraq. Akvarium sualı. Bir dənə xana su ilə dolmalıdır. Bu 5 xanadan hansısa birini doldursam su o biri xanalarda axacaq. Ona görə bu xananı doldururam su ilə. 4'e görə bu xananı su ilə doldursam tökülür aşağı. Buradan da tökülür aşağı. Ona görə bu üçünü doldururam. Bu üçünü. Və sonuncunu doldururam. 5'e görə bu xananı su ilə doldursam aşağı tökülür. Ona görə digər xanaları doldururam. Bu üçe fikir verin, burada 1 var. Yani 1'in altında bir dənə su olmalıdır. Bunda buranın suyla doldursaq bu üçe göre de mecburam hamısını doldurum. Bu üçe göre buranı doldurmaq olmaz. Çünkü artık burada yeterli kadar su var. Deməli buraları dolduracağım. Buna göre de buraları dolduracağım. Deməli T ve F boş kaldı. Boş kaldı T ile F. Kalanlar doldu. Fırlanma sualı çox işləmişik yoldaşlar, bunu göstərmirəm. En qədər işləmişik. İtoriyada baxaq. 4 ilə 4'ün ortasında 5 var, ağardıram. Sonra 4 ilə 4'ün ortasında 2 var, ağardıram. 1 ilə 1'in ortasında 4 var, ağardıram. 4 ilə 4'ün ortasında 1 var, ağardıram. Elə bu 1'e görə bu 1'i qaraldıb yanlarını ağardıram. Sonra bu 4'e görə bu 4'ü qaraldıram. Bu 4'e görə həmçinin bu 4'də qaraldıram. Yanlarını da bilirsiniz ki, həmişə ağardırıq. Bu 5'e görə bu 5'i qaraldıram. 4'ü ağardıram. Buna görə də bunu qaraldıram. 3'ü və 5'i ağardıram. Sonra biz bu 3'ü qaraltsaq 5 bloka düşər. Ona görə ağardıram. Bu qaralır, yanı da ağarır. Bu 4'dən sətir sütununda təkdirmi? Yox. Görüm nə qaldı? Bu 3'e görə bu 3'ü qaraldıram. Yanlarını ağardıram.
Əgər bu 4'ü qaraltsam 5 də bloka düşər. Ona görə qardıram. Sual. Soldan birinci sütundakı rənglənməmiş xanalar. 1, 4, 5. Cavab A variantı. Baxın, N və K-nı bir-birinə vuranda sıfırla bitib. Gəlin biz N ilə N-in cəminin F olduğunu görürük. Z-in də birin üstünə nəsə gələndə 9 edib. Bu 8 ola bilər ya da 7 ola bilər. Yoxlayaq. Məsələn, 8 yoxlayaq. Onda avtomatik Z də 3 çıxır. Nədir bu? Deməli, M8'dir. Burada da yerinə qoyaq 8. N ilə N-in də cəmi F verib. Bu nə ola bilər? Hələ bilmirik. Fikir verin. 80 neçəni nəyəsə vurub 300 neçə alacaq. Bu 4 ola bilər. Niyə? Çünki 80 neçəni 4'ə vuranda 380 neçə eləyirmi? Yox, eləmir. Onda biz burada düzgün ədədlər verməmişik. Bəlkə N-lə N 5'dirlər ki, K-ya vuranda 0'la bitib. O da ola bilər. K-da 2 ola bilər. Məsələn, 75 vurulsun 2 olsa olacaq 150. Bəli. 75'i də vuranda 5'ə 375 edir. 375. Hə, belə düzdür. Yoldaşlar, deyər say müəllim, tapmaca kimi əldə elədi? Yox. M-in ala biləcəyi qiymət ya 8 idi, 7 idi də. Yəni 7 də necə ola bilərdi? 1 plus 7, 8. Buradan da bir vahid qalıq qalardı. Yəni iki ehtimaldan birini dəyərləndim. Deməli, M 7'dir. N də 5. N 5'dir. K da 2. 127 edir bunların cəmi. Burada doğruları istəyir bizdən. Bəli, düzgün görünüşləri istəyir. Gəlin baxaq. T'nin üstündədir V və ağzı sol tərəfə baxır. Bəlkə bunu çəkək. Çəkək ki, sizin üçün daha da rahat olsun. Bir dənə açılış çəkirəm. 1, 2, 3, 4. Biri yuxarı, biri də aşağı baxsın. Həm bunda T var. Yazdım bura T. T'nin solunda budur. Üstündə V'dir, amma sola baxmaq şərti ilə. Altında budur. Sağında da düz xətt. Buranı da görmürük də. Görmədiyim üz T ilə qarşılıqlıdır. Onlar eyni anda görünə bilməz. Deməli, 4 düzgün deyil. 4'ü cavab variantlarından silirəm. Sonra baxaq məsələn 1'ə. Ki verin, T'nin üstündə V dayananda sağda xətt belədir. Xeyr. Xətt yanaşı olmalıdır. Onda 1 də getdi. Cavab qaldı 2 ilə 6. Bu qədər. 2'nin düz olduğunu sübut edək. Bax, bu sual şərsinin yerində bu üzü veriblər. Nə istəyirlər? Verə bilərlər. V-ni də sağ aşırıdan da həqiqətən belə dayanır. Xəttin üstündə belə. 2 düzdür. 6'nın da düz olduğunu sübut eləyək. Çox rahat görünür. T üstündə V sola baxır. Sağında da minus işarəsi. 100 və 99 da həll eləyək. Atanın yaşı övladının yaşları cəmindən 3 övladının yaşları cəmindən 2 dəfə çoxdur. Deməli, atanın yaşı bərabərdir. X plus Y plus Z vurulsun 2. 5 yıl sonra atanın yaşı övladların yaşları cəmindən 12 vahid çox olacaq. Ata plus 5 bərabərdir X plus Y plus Z. Uşaqlarda 5 yaş böyüyür axı. Hər biri 5 yaş böyüyür. Ona görə yazıram plus 15. 5, 5, 5. Eləyir 15. Cəmdə 12 yaş çox olacaq ata. Onda yazıram plus 12. Buradan da tapa bilərik. Ata bərabərdir X plus Y plus Z. Plus 27. 5 də sağa keçir. Nə olur? Olur. Plus
22. Atan yaşını soruşur bizdən. Onda biz götürək əvəz etməliyək. Atan yerinə bunu yaza bilərik 2 dəfə. Onda olacaq 2x plus 2y plus 2z 2z bərabərdir x plus y plus z plus 22. Buradan da başa düşülür ki, ata bərabərdir. Daha doğrusu uşaqlar bərabərdir. X plus y plus z bərabərdir 22. Axı ata da onların 2 qatıdır. O da olacaq 44. Sonuncu suala baxırıq. Hansı ki bu sualda mənim təklif edəcəyim asan bir həll yolu ilə sizin üçün çox rahat olacaq. Vərəq 4 bərabər hissəyə bölünür. Onda 4'ü vuruqlarına ayırırıq. 4 vur 1, 1 vur 4, 2 vur 2. Və bunları toplayanda eləyir 7. Perimetrlərin də cəmi 72 plus 168. 240, üstə də 90, 336. 336'ını da bölürsüz 7'ye eləyir. Ne eləyir? 48. Perimetr bizdə nəyə bərabərdir? A plus B. Vuraq 2 bərabərdir 48. Onda A plus B bərabərdir 24. Bunu yazdıq. Vərəqi də bilirsiniz də 4 bərabər hissəyə böləndə ən uzun perimetrlər eninə, yəni üfüqi xətt boyunca bölgüdür. Bunun da perimetrini tapanda A-nı 4'e bölmüş olduq. Yazıram A bölü 4. Üstə gəl B. Vuraq 2. Vuraq 4. Bərabərdir ən böyük cavaba 168. Bunu da vurub açanda olur 2A. Üstə gəl 8B. Bərabərdir 168. O da olur A plus 4B bərabərdir 84. A plus B də 24. A plus B də 24. Tərəf tərəfə çıx. 3B bərabərdir 60. B bərabərdir 20. B 20 isə yerinə qoy. A-nı da tapırsan 4. A 4, B 20 isə hasili eləyir 80. Beləliklə ən çətin sual tiplərindən də birini sizin üçün çox sadələşdirdim. Təbii ki, bunu başa düşmək üçün əvvəlcə bunun daha geniş video izahına baxmaq lazımdır. Sınaqları və qəbulları izləyən tələbə bazal tələbədir. O bütün mövzuları bilir və bunları izləyir ki, tam başa düşsün, bütün sual tiplərini xatırlasın. Hansısa sual tipini bilməyəndə sürətli formada izah olunmuş sınaq və qəbullardan başa düşməyə çalışmayın. Gedin, araşdırın, daha geniş video izahlarını öyrənin. YouTube kanalımda izahı olmayan sual tipi yoxdur. Yoldaşlar, növbəti videomuz isə son yanvar qəbulunun AS və AB kateqoriyası üzrə imtahanların sualları. Salamat qalın, onu da mütləq izləyin. Sağ olun.